Məsələ 3. Sinüs 2x bərabərdir. X kvadrat plus 2x plus 2 tənliyini həll edir. Belə bir qarışıq məsələdir. Trigonometrik funksiya var, kvadratik funksiya var. Tənliyin sağ tərəfini çevirək. X kvadrat plus 2x plus 2-ni yazıram. Bərabərdir x kvadrat plus 2x plus 1 plus 1. Bu ifadə a plus b'nin kvadratı düsturunun tətbiqinə əsasən a plus b'nin kvadratını verir. Yəni bu olacaq x plus 1'in kvadratı üstə gəl bu 1. X plus 1'in kvadratı plus 1. Və biz aldıq ki x kvadrat x plus 1'in kvadratı üstə gəl 1 böyükdür 1'dən. Çünki x plus 1'in x'in istənilən qiymətində istənilən müsbət ədəddir, üstə gəl 1 də böyükdür 1'dən. Tənliyin sol tərəfi isə modulca sinüs 3x kiçik bərabərdir 1'dən. Deməli biz aldıq ki tənliyin sol tərəfi 1'dən kiçik bərabərdir, sağ tərəfi 1'dən böyükdür. Yəni aldıq ki sinüs 3x kiçikdir x kvadrat plus x plus 1'in kvadratı plus 1'dən. Buradan da çıxır ki tənliyin həlli yoxdur. Yəni x bərabərdir boş çoxluq. Sinüs x 1'dən böyük qiymət ala bilməz. Bu ifadə isə 1'dən böyük.